Bugün dostum Malik'in ad günüdür. Mən də ad gününə özəl 24 saatda 24 hədiyyə vermək videosu çəkəcəm. Və ilk hədiyyəmiz əlimizdədir. Malik elə bilir ki, onunla başqa video çəkməyə görə görüşəcəm, amma əslində ona hədiyyələr verəcəm. Və dostlar, Malik oradan gəlir gördüyünüz kimi. Ona hədiyyə verəcəyimdən xəbəri yoxdur. Gedək Malik'in yanına. Salam qardaşım. Salam. Salam. Salam bir. Allah'ın olsun Malik'i bugün ilk dəfə gördüm. Təbrik edirəm Malik. Necə belə evlərə çıxasan. Bu sənə bugün verəcəyimiz ilk hədiyyədir. 24 saatda 24 hədiyyə. Ayda heyecanlandıram axı. Sən nə olanda saxlaya bilmirəm zamanı. Mən nə olanda. Bunu tək sən verirsən. Dost hərkəsidir. Dostsa verirsən bu da. Sənindir qardaşım, götür. Bəyəndin qardaşım. Bəyəndim. Mən uşaqlar ilk mənə ikinci hədiyyəni alır. İkinci hədiyyəm kofedir deyirsən. Orada nəsə seçir bilmirəm. İndi maraqlıdır. Yaxşı ki belə bir YouTuber dostum var. Malik buyur, bu sənin ikinci hədiyyəndir. Hava biraz soyuq olduğuna görə fikirləşdim ki, sən isinməlisən. Çox sağ ol bura. Mən də düşündüm ki, sən belə düşünəcəksən. Lat da almışam sənə. Mən Amerikan içirəm bura. Sən pok yeyirsən. Özümü uşaq kimi sevirəm. İlk mənə qaydaylıq eləyir. Abilik eləyir ilk mən. Mən istəyirəm ora. Necədir? Ha, pesovas deyir. Pesok gətirmisən ha? Ay Allah, utandırır məni. Gedim pesok istəyim. Malikə görə 3 dənə də şəkər gətirdim. Mən Malikə pesok gətirməyə gedəndə Malik kofeni dağıdıb. Bu uşaq dinc dayana bilmirdi. Və dostlar, Malik orada oturub baxın Malikə. Tək yalnız oturub həyatı sorğulayır. Biz də ona tort hazırlayacağıq. Malikin tortu budur uşaqlar. Ürəyindən indi deyir ki, böyük tort alıblar mənə. Dedim ən ucuz budur, bunu alıb. Qardaşım o diş ata bilər ha. Qardaşım elə bir dişdə idi, bu diş atan kimi qutaracaq. Şamı tortundan böyüdüm, amma evi yoxdur. Getdi. Gəl belə gedək görməsin. Gəl. Onun yanında yandıracağam ki, sönməsin. Evdə bu yandıramadı sonra. Təbrik edirəm qardaşım. Çox sağ ol, çox. Biz nə qədər çabalasaq da külək səbəbilə kibritlə bu şamı yandıra bilmədik. Montajla bura yanğın qoyacağam. Filə. So yanğın bitdi. Kibrit hədiyyədir Allah. Sağ ol. 20 yaşın mübarək. Mən deli. Dördüncü hədiyyəni Malikə adi bir yerdə vermək istəmədim. Ona görə biz krana qalxırıq və kran bizi birazdan göyə qaldıracaq. Dostlar, Malikin hədiyyəsini belə bir mənzərədə verəcəm Malikə. Malikin pişiyi var deyə Malikin pişiyi yemi verəcəm. Burası biz göyə qalxa verirəm. Uşaqlar ad günümdə bir daha bunu eləmək istəyirdim. Bu iki hədiyyə birdən deyib. Allah Malik, bunlar sənindir. Sağ ol. Pişiyi yemi artıq buradan. Sağ olun dayı, bəsdir. Sağ olun dayı. Sağ olun. Allah. Bəli uşaqlar, ilkinin verdiyi pişik yeməyini. İndi bir şey verəcəm, yedim də bayaqdan gözləyim. Bunu nələ aldı ki ilkində? İlkinə bir özüm ala bilmirəm. Bunu sənə vermək üçün kranın üstünə çıxmışıq. Malikin pişiyi yemləri görməmiş kimi yeyirdi. Deyəsən Malik onu ac saxlayır. Dostlar, 5-ci hədiyyə olaraq evdə atam özünə çoxlu duxu alıb. Onlardan birini fırladacam. A few moments later. Bu harda qaldı? Dostlar, bu ətri tapdım. Malikin 5-ci hədiyyəsi budur. Bu hədiyyəni yerdə sürünə qazandığıma görə Malikə göyə çıxa vermək istəyirəm. Buyur qardaşım, ətir. Gördüm iylənirsən biraz ona görə. Oradan verdi. Hədə doğrudan sənindir. Duxum var. Allah hər var. İyisini bəyəndin? Hə. Mən bunu bilsən nə zülmdən qazanmışam. Videoya baxanda görəcəksən. Daha 19 hədiyyəmiz var. Dostlar, Malikə 6-cı hədiyyəmiz gülü verəcəm dostlar. Amma bu gülü tək verməyəcəm. Gülün yanında şar da verəcəm. Getdik. Qardaşım, 6-cı hədiyyəmiz güldü. Raskoda girmişsən. Bu da 7-ci hədiyyəmiz şar. Helium var. Helium bahalaşıb. Heç olmasa markerinin adam çizərdi. Düz deyir, heç olmasa markeni adam çizərdi. İrəlidə səni hələ 17 hədiyyə gözləyir. Dostlar, biz bayaq Maliklə görüşəndə Malik işdən gəlirdi deyə ac idi. Mən də 8-ci hədiyyə olaraq Malikə dönər və ayran aldım. Bir də de. O yardım videoları olur. Bir də nə deyirsən? Öpürəm brat. Ac idin sənə. Qarnımı mən doydurdum hə. Niyə belə deyirsən? Bu insanın qarnını bu gün doydurdum. Nə vaxt istəsən mənə müraciət edə bilərsən. Malik ayranından içsin, dönərindən yesin. Biz isə keçək görək növbəti, yəni 9-cu hədiyyə nədir? Sənin o biri telefonun nədir? 11. iPhone 11. Mən də sənə iPhone 11 kablosu gətirmişəm. Çox sağ ol. Oradan verirsən. Allah. Alo, mənim sənə aldığım kabro deyil. Ay qardaşım, bir sus da, nə olub? Xəstəsən sən. Dostlar, sizə düz yatağımın yanında olan bir şey göstərəcəm. Buna baxın. Bu Malikin mənə əsgər gedəndə tapşırdığı əmanət elədiyi qolbağdır. 10-cu hədiyyə olaraq xatirə bir şey vermək istəyirəm. Burada məsələ qolbaq deyil, məsələ mənim bunu 1 il 6 ay saxlamağımdır. 10-cu hədiyyə biraz duyğusal hədiyyədir. Aramızda nə duyğusal bir bağ oluşturmusan sən? Nə? Əsgər gedəndə mənə bir şey əmanət eləmişdim. Qolbağa. Mən o qolbağı hələ də saxlamışam. Yox, saxladığımı bil istədim. Yoxsa bu mənimdir. Sıra Malikin 11-ci hədiyyəsinə gəldi. Dostlar, mənim arxa planımda gördüyünüz kimi Enes Batur'un şəkilləri var. Malik də uşaqlıqda Enes Batur'u çox sevirdi deyə. Səncə hansını hədiyyə eləyim Sadiq? Bu nə deyirlər? Dolunay. Özdə Malik reperdir axı. Dolunayda mahnıdır. Malikin çox sevdiyi bir YouTuberin şəklini ona hədiyyə gətirmişəm. Allah Malik. Heç biri əlaqəsi yoxdur. Mən çox kreativ hədiyyələr seçəcəm. Bundan sonra kimə hədiyyə
hediye almaq istəsəm, ilkinə deyəcəm. Sizə tövsiyə görürəm ki, yəni ona baxın örnək götürün də. Artıq 12-ci hədiyyəyə gəlib çıxmışıq. Malikə bundan əlavə nə verə bilərəm ağlıma gəlmir. Evdə belə bir şey görürəm. Bowling labutu. Malik də belə şeyləri sevdiyinə görə həm də rənglidir. Malikə buna hədiyyə eləyəcəm. Hətta Malikin labutuna led də bağlayacağam. Malik, bu da sənin 12-ci hədiyyən. Yoruldum ya, bir gündə insan nə qədər hədiyyə alır uşaqlar. Sənə heç bu qədər hədiyyə verən olmuşdu qardaşım? Yox. Uşaqlar hesablamalarıma görə 12-ci hədiyyə deyil. Bu lendi buradan tut da artıq. Nəzər bir şey olacaq. Yox qardaşım, çox maraqlı bir şeydir. Nə dalaq? Buna da markerindən nəsə sifət zat şeylərdir də. Qardaş, mən o qədər intellektual deyiləm. Mübarək. İndi bununla neynəmək olar? Təsbih. Ən pisi bu idi. Habirlər yenə gülü verirdi. Bu da gülmədi. Çildin də. Dostlar, indi Malikə qutunun üstünə yazı yazdım. Qayçı gətirdim, amma kəsilmiş qutu tapdım. Bu nədir Allah? Uşağa çox pisi verir elə bil. Yazıram ki, Malik bu hədiyyəyə çox xoşbəxt olacaq. Malik, səni sevirəm kartiçkasıdır bu. Ya şaşırmıram da ucuda. Səncə burada nə yazılır? Burada yazılan söz önəmlidir. Yaxşı görsün. Oxu. Malik səni sevirəm. Acı mübarək qardaşım, o ömür boyu saxlayarsan. Malik hal-hazırda 14-cü hədiyyəyə gəlib çıxmışıq. Gülü də hələ Malikin qulağındadır. 14-cü hədiyyə həyatda insanların ən çox ləzzət aldığı bir şeydir. Sənə su tapancası verirəm və icazə verirəm ki, məni bu soyuq havada sulaya bilərsən. Ya tamında. Bax bura. Donuram dostlar, amma Malikin ad gündür deyə dəyər. Metroya girəndə ötməz uşaqlar. Hayda. Belinə qoydu əmanəti. Gördün ilk ki, nəsə söhbət zat var, mənə çağır. Ya bax belə. Hələ bunu çıxaracaq. Mən hələ də burada Malikə nəsə axtarmağa davam edirəm. Kukla tapdım. Bu da Malikin 16-cı hədiyyəsi. Etiketi də qalıb üstünə. Nə olsun ki, başı qopub? Bax, etiketi qalıb üstündə Malik. Skotstiyum. Skotstiyum da dostlar. Biraz zərər görüb bizim ayımız. Dostlar, bu kuklanın başını biz bir videomuzda kəsmişik. Hansı video olduğunu yorumlara yazanlara ürək atacağam. Gələ, kukla. Kuklanın biri kukla. Özü Malik kuklaları çox sevir. Necədir Sadiq? Əladır qardaşım, Malik sevəcək bunu. Malikin ürəyə gedəcək bu hədiyyə üçün. Qardaşımız da oy bir böyrəyin deşiyiz Allah. İndi qardaşım sənə Görəm hamısını. Ayda 16-cı hədiyyəmizdəyik. Xoşbəxtsən ha. Video irəlilədikcə xoşbəxt olursan. Bilirəm ki, sən kuklalarla yatmağı xoşlayırsan. Ona görə də qardaşım, mən sənə belə bir kukla almışam. İndi kuklanın başı zədələnmişdi. Mən də əməliyyat elədim. Allah, neyse hansı videoda kəsmişdi? Yoruma yazın hansı videoda başını kəsmişəm. Bu niyə belə eləmiş? Xoşuma gəldi. Xoşuma gəldi, prosta. Qucaqlayıb yatarsan bunu. Bu qədər troll hədiyyədən sonra Malikə 17-ci hədiyyə olaraq bir normal köynək almaq istədim. Sənə 17-ci hədiyyən bu köynəkdir. Yaraşdı, yaraşmadı yorumlara yazın. Məncə dostlar Malikin bu corabdan çox xoşu gələcək. Malik, sənə növbəti hədiyyəm corabdır. Gördüm sənin ayağından da iyi gəlir deyə. Əvvəldə şey var deyə, bir-birindən corab alanda pis olurdular. Sən zor deyə oğlanı ən zor corab lazımdır. Sadəcə mağazada götürdüyüm dostlar görmüşdünüz, fərqli desenli idi. Bunu mən istədim Malikə alım. Bu sənə pul gətirsin. Nələr kimi danışıram yala. Və Malikin 19-cu hədiyyəsinə gəlib çatmışıq. Malik, necəsən? Rahat, ölürəm şey, qutar da. Qardaşım, molda yemək qatında oturmuşuq. Hamı McDonald's, KFC yeyir. Sənə çox gözəl bir yeməyim var. Ev yeməyi olsun uşaqlar, bitirlər. Mişkanı da qoya burada otursan. Canlı yeməyi bura. Mən Sadiqə xiyar vermişdim. Sənə də pomidor verirəm. Mən indi bunu yeməliyəm, oxuya. Yeməlisən. Niyə ki? Adam hədiyyəni geri qaytarmaz. Evdə yeyərəm. Yo, indi ye. Xarab olacaq evəcən. Su. Qardaşım, yadındadsa sənə 15-ci hədiyyəni vermədim. 14-dən 16-ya keçdim. Sən buna fikir vermədin. Allah ey Allah. Malikin ən sevdiyi sok harikadır. Narlı harikanı pomidorla yeyəcəksən. Nuş olsun qardaşım. Bir dənə də. Gedir ayətdir. Mən dayandı. Yerine alırsan. Gözüm ya. Malik pomidorla harikanın uyumunu o qədər təriflədi ki, mənim də yeməyə iştahım artdı və mən də yedim. Doğrudan da uşaqlar çox dadlı idi. Artıq 20-ci hədiyyəyə gəlib çatmışıq. Mən sənə hədiyyə fikri tapa bilmirəm. Bilmirəm nə verim. Ona görə mən fikirləşdim ki, sənə yox, sənin gələcəkdəki uşağına bir hədiyyə gətirim. Gətirmişəm, hazırsan? Al Avrat, at. Pompersdir. Məsələn sən. Gələcəkdəki uşağını fikirləşdim. Özə bir nömrə. Zəhmət olmasa. Şirin iyisi var ha. Baxın. Oyda. Çox biraz böyüyün də olardı. Nə olar, uşağın iş pampersi bu olsun da. Allah vaxt könüləcək. Yo, nə olar bu olsun. Yaxşı. Bunu atır qarşıma. Xoşuna gəldi. Ya öldüm ya. Ən sonra bu idi. Qardaşım, bu da sənə 21-ci hədiyyəm. Ağır diyor. Stəkan. Deyil. Nədir o? Aç. Sənin bürcünə özəl bürc şeyi almışam sənə, bürc kürəsi. Onu çıxart, əsas məsələ onun içidir. Qutunun içindən qutu nə var? Qardaşım, bunu bunun üstünə qoyursan, qoy. Sən tərəzi bürcüsən də tərəzi almışam. Tərəzi nə var?
Tərəzi bürcü deyilsən Malik. Allah buğayam mən. Aprelin 25-i. Ayda, amma onun işıqları var. Qoy yandır, qoy. Malik bu əslində qaranlıqda parıldayır. Qardaşım indi sənə göstərəm bu hədiyyəni necə istifadə edirsən. İşığı söndürürük. Bax ona nə zordur. Kürədir də içində işıq yanır. Bunu bəyənmədin Malik? Yox, mən tərəzi deyiləm axı, uyğunsuzdur. Və Malikin 22-ci hədiyyəsi. Mənə istədiyini et kartı. Hazıram bro. Ya Murad bu tostlarını dedi, bəyəqlər yoxlayırdım. İndi xat yox deyə öldürəm. İndi onun yerinə qoydum. Tamam. Bu necə şey qoymaq deyil ki? Ezik səni. Məni yorursan Malik, məni yorursan. Mən YouTuberəm, tostorançıyam bilmən. Tostorancı da bir sənət var deyəsən. Buyur qardaşım. Buna götür. Qardaşım yadındadsa sənə birinci hədiyyə olaraq saat verəndə saatın bateriyası yox idi. Ona görə qardaşın sənə batareya hədiyyə eləyir. 23-cü hədiyyəmiz batareyadır. Və videonun son hədiyyəsi. 24-cü hədiyyə sənin reklamın olacaq. Ekranda gördüyünüz Malik'in klipidir Evil Day. Gedib izləyə bilərsiniz. O vaxt paylaşanda Azab ilə var idi, baxan olmamışdı. İndi gör necə partlayacaq o. İndi dostlar gedirsiniz Malik'in mahnısına qulaq asırsınız, like atırsınız, yorum yazırsınız, gücümüzü göstərir. Mahnının izlənməsi indi ekranda çıxdı. Bu izlənməni bir həftəyə 5000 qaldırırıq uşaqlar. Qaldırarıq. Bu videoya da like atmağı, kanala aşağıdan abunə olmağı unutmayın. Malik heç xoşbəxt olsa 24 dənə hədiyyə verdim. Uşaq xəstədir bu arada. Xəstə çəkdi. Malik Allah şəfa versin. Ad günün mübarək. Necə belə eləyə çıxasan. Malik məcbur oturub burada.